Heç düşündünüzmü ki, həyatın bir təlimat kitabçası ola bilər? Bu təkcə bir bənzətmə deyil, həqiqətən də var. Hər bir canlının hüceyrəsinin dərinliyində yazılmış real bir kod. Bugün biz məhz o kodun əsasına, yəni bütün canlıların genetik planı olan nuklein quşlarına nəzər salacağıq. Yaxşı, gəlin görək bugün nələrdən danışacağıq. Planımız belədir, addım-addım irəliləyəcəyik. Əvvəlcə nuklein turşuları nədir, bunu aydınlaşdıracağıq. Sonra onların təməl daşları, yəni nukleotidlərlə tanış olacağıq. Ardınca DNT və RNT arasındakı fərqləri öyrənib, bu molekulların necə qurulduğunu və hüceyrədə harada yaşadıqlarını kəşf edəcəyik. Elə isə gəlin vaxt itirmədən birinci bölmədən başlayaq. Görəsən, bu molekullara niyə məhz bu ad verilib və onları xüsusi edən o biopolimer sözü nə anlama gəlir? Baxın, adının mənşəyi əslində çox sadə və məntiqlidir. Bu molekullar ilk dəfə harada tapılıb? Hüceyrənin nüvəsində, latınca nukleus və kimyəvi cəhətdən də turşuluq xassəsi var. Oldu nuklein turşusu. Bu qədər sadə. Amma vəzifəsi, bax o, heç də sadə deyil. Genetik məlumatı qorumaq və nəsildən nəslə ötürmək. Aha, bax bu çox vacib bir məqamdır. Polimer və biopolimer. Fərqi nədir? Deyək ki, plastik də bir polimerdir, amma onu heç bir canlı orqanizm yaratmır, düzdürmü? Amma nuklein turşuları, zülallar, bax bunlar biopolimerlərdir. Çünki onlar həyatın özü tərəfindən canlıların daxilində yaradılır. Yaxşı, bu nəhəng molekulları bir Lego konstruksiyası kimi təsəvvür etsək, gəlin indi onun ayrı-ayrı kərpiçlərinə, yəni təkrar olunan o kiçik vahidlərə, nukleotidlərlə daha yaxından baxaq. Baxın, hər bir kərpicin, yəni nukleotidin özü də 3 hissədən ibarətdir. Birincisi, fosfat qrupu, bu kərpicləri bir-birinə bağlayan yapışqan kimidir. İkincisi, 5 karbonlu şəkər, bu kərpicin əsas gövdəsidir. Və üçüncüsü, azotlu əsas, bu isə kərpicin rəngidir. Yəni məlumatı daşıyan hissə məhz budur. Deməli, bu hərflər, yəni azotlu əsaslar da eyni deyil. İki ailəyə bölünürlər, purinlər və pirimidinlər. Yadınızda saxlamaq üçün sadə bir yol var. Purinlər, adenin və guanin daha böyük, iki həlqəli quruluşdadır. Pirimidinlər isə daha kiçik, tək həlqəlidir. Bu ölçü fərqi inanın sonradan çox vacib olacaq. Yaxşı, gəldik əsas məsələyə, DNT-yə, yəni dezoksiribonuklein turşusuna. Bunu həyatın əsas, toxunulmaz planı kimi düşünün. Bütün təlimatlar, bütün məlumatlar məhz burada saxlanılır. Bəs DNT-ni DNT edən nədir? 3 əsas şey var. Birincisi, şəkəri dezoksiribozadır. Bu nə deməkdir? Yəni bir oksigen atomu azdır. Bu kiçik fərq onu RNT edən daha davamlı, daha stabilidir. Məlumat saxlamaq üçün idealdır. İkincisi, onun hərflər dəstində T, yəni timin var. Və üçüncüsü, ən önəmlisi, DNT tək deyil. 2 zəncirdən ibarət bir spiral yaradır. Məlumatı qorumaq üçün mükəmməl bir dizayndır. Əgər DNT əsas plandırsa, bəs RNT nədir? RNT, yəni ribonuklein turşusu. O planın işçi nüsxəsidir. Çevik bir mesajçıdır. O, DNT-dəki təlimatları alıb hüceyrənin zavodlarına aparır. RNT-nin fərqləri nələrdir? Onun şəkərində oksigen əskik deyil, tamdır. Riboza. Onun hərfləri arasında T-nin yerinə U, yəni urasil var. Və ən böyük fərq, RNT adətən tək zəncirlidir. Bu onu daha az stabil edir, amma eyni zamanda daha çevik və funksional olmasına imkan verir. Bax, bu bənzətmə məsələni tam aydınlaşdırır. Təsəvvür edin, DNT bir memarın ofisində, möhkəm bir seyfdə saxlanılan orijinal əsas layihədir. Çox qiymətlidir, heç yerə çıxarılmır. RNT isə nədir? O layihənin işçilərə paylanan surətləridir. İşçilər o surətləri götürüb tikinti sahəsinə gedir və binanı ucaldırlar. Biri ambar, digəri isə icraçıdır. Deməli, ümumiləşdirsək, fərqlər bunlardır. Şəkər, yəni dezoksiriboza DNT-də, riboza RNT-də. Əsaslar, T DNT-də, U RNT-də. Zəncir sayı DNT 2 qat, RNT tək və məkan DNT əsasən nüvədə, RNT isə həm nüvədə, həm də sitoplazmada. Bax, bu 4 fərqi bilsəniz, DNT ilə RNT-ni heç vaxt səhv salmazsın. Yaxşı, bu Lego kərpiçlərini anladıq. Bəs bu kərpiçlər bir-birinə necə yapışır ki, belə uzun zəncirlər əmələ gətirir?
Gəlin indi onları bir yerdə saxlayan kimyəvi rabitələrə, yəni yapışqanlara baxaq. Zənciri uzunluğuna birləşdirən rabitənin adı fosfodiester rabitəsidir. Bu, çox güclü bir rabitədir. Məhz bu rabitələr nukleotidləri bir-birinin ardınca düzərək zəncirin onurğa sütununu, bel sütununu yaradır. Və hər dəfə bu rabitə yarananda bir su molekulu ayrılır. Və indi bəlkə də genetikanın ən fundamental qaydası – komplementarlıq. Bu, o deməkdir ki, DNT zəncirləri bir-birinə təsadüfi birləşmir. Qayda dəqiqdir. A həmişə T ilə, G isə həmişə S ilə cütləşir. Vəssalam. Bu dəqiqlik sayəsində genetik məlumat nəsildən nəslə səhvsiz ötürülə bilir. Əgər onurğa sütununu fosfodiester rabitələri yaradırsa, bəs nərdivanın pillələrini nə yaradır? Bax, onlar hidrogen rabitələridir. Bu rabitələr o qədər də möhkəm deyil. Niyə? Çünki DNT-nin kopyalanması üçün bu zəncirlərin bir fermuar kimi açılması lazımdır. Və maraqlı bir detal da var. A ilə T arasında 2, G ilə S arasında isə 3 hidrogen rabitəsi var. Bu da GS cütünü biraz da daha möhkəm edir. İndi isə çox maraqlı bir fakta gəldik. Heç düşündünüzmü ki, DNT zəncirinin tam ortasında dayanan tək bir nukleotid eyni anda neçə rabitə yaradır? Bir düşünün. Cavab 4-dür. Bəli, 4. Biri yuxarıdakı qonşusuyla, biri aşağıdakı qonşusuyla və ikisi də ya da üçü qarşı zəncirdəki partnyoru ilə. İnanılmaz dərəcədə möhkəm bir əlaqə şəbəkəsi. Beləliklə, bu molekulların nə olduğunu, necə qurulduğunu öyrəndik. İndi son sual. Bəs bu qədər vacib molekullar hüceyrənin harasında yerləşir? Gəlin onların ünvanlarına baxaq. Bizim kimi canlıların, yəni eukaryotların hüceyrələrində əsas DNT anbarı təbii ki nüvədir. Amma hər şey orada bitmir. Hüceyrənin enerji stansiyaları olan mitoxondrilərində özlərinə məxsus DNT-ləri var. Hətta bitkilərdəki plastidlərində. RNT isə daha çox səyyahdır, əsas işini sitoplazmada, yəni nüvədən kənarda görür. Bəs bakteriyalar kimi daha sadə hüceyrələrdə onlarda vəziyyət fərqlidir. Çünki onların ayrıca bir nüvəsi yoxdur. Ona görə də DNT elə birbaşa sitoplazmanın içində sərbəst şəkildə üzür. Və bütün bunlardan sonra ağla belə bir sual gəlir. Yaxşı, əgər DNT içində minlərlə resept olan nəhəng bir yemək kitabıdırsa, hüceyrə məhz indi lazım olan, deyək ki, spesifik bir zulalı hazırlamaq üçün lazım olan resepti o kitabdan necə tapıb oxuyur? Bütün kitabı oxumur ki. Bax, bu möhtəşəm proses, yəni lazım olan reseptin tapılıb oxunması artıq transkripsiya və translyasiya mövzusudur. Amma bu tamamilə başqa bir söhbətin mövzusudur.